Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar azap çektiler. Ne kadar eziyet çektiler. Ama sınmadılar. Mühkem durdular. Budur. Hocam. Budur. 102 Haber Info ve Inform Haber TV'nin sosyal şebeke izleyicileri. Bugün çekilişimiz Salyan rayonunun Sarvan kentinde şehit İbrahimov Zəmanət Gülhəsənoğlu dildedir. Şəhidimizin atası Gülhəsən demək olar ki, mənim gənclik, uşaqlıq dostum olub, məktublaşmışıq. Sonra birbirimizlə əlaqələrimiz olub. Qismət elə gəldi ki, biz Salyan rayonunun Sarvan kəndinə gələndə Ezamiyyədə olduğumuz müddətdə maraqlandım. Bəli, Gülhəsən qardaşımı burada tapdım. Və onun oğlunun şəhid olması xəbəri, acı xəbəri doğrudan məni çox kədərləndirdi. Ona görə özümə bir borc bildim. Dedim Gülhəsən qardaşımı tapım, onun ailəsində şəhid balamız, zəmanət balamızın bəli, evində çəkiliş aparaq. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz, vətən bölünməz. Belə bir missiya var. Yəni şəhidlər o vaxt unudulur ki, onlar yaddan çıxır, onlar yad edilmir. Biz bugün şəhid zəmanət balamızın deməli yad edirik. Atasına Gülhəsən qardaş, deməli zəmanət balamızın uşaqlığı, gəncliyi, onun tələbəlik dövrləri barədə xahiş edirəm, qısa da olsa bir məlumat verin. Allah canı sağ eləsin. Xoş gəlmişsiniz. Buradan da biz uşaqlıq xatirələrimiz olur. Yəni bir-birimizə məktub yazmışıq. Neçə illərdir. Təsadüf qismətdir. Bir günə gəlmişdi bizə. Allah razı olsun. Mənim oğlum 12 ildir, 18-dir. Həm aprel göstərən iştirakçısı olur, həm də ki, kütlə bir məhəbənin şəhidi. Ailəlidir, övladı var, bir oğlandır, bir qızdır. Allah saxlasın. Hal-hazırda ikinci oğlum da hərbiçidir. 16 ildir hərdə xidmət edir. Belə mənim oğlum zəmanət çox ciddi. Çox ciddi. Yəni öz problemimin validəni diləndirir. Allah səbir versin. Şəhidlərimiz elə bir uca zirvəyə ucaldılar ki, onlar şanlı üçrəyli bayrağımızı Şuşa şəhərinə salanda, sancanda, bir də Ali Baş Komandanımız o zəfər xəbərini Azərbaycan xalqına deyəndə, doğrudan hamı sevincdən, ruh yüksəkliyindən, da şəhidlərimizin deməli, nə qədər bir şəhid verdiysə də, hamı kədərləndi. Bu acı xəbər əlbəttə ki, Gülhəsən qardaşımıza da çox pis təsir edir. Həmişə, yəni evlad itkisidir, oğul itkisidir. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidimiz Zəmanət balamızın anası bizimlə buradadır. Siz Zəmanət barədə, onun gəncliyi, uşaqlığı barədə nə deyə bilərsiniz? Vətənin sevgisi barədə. Zəmanət çox ağıllı, çox tərbiyəli, vətəni sevən uşaq idi. Həqiqətən ağır, nə bilim, çox. Belə valideyn istəyən uşaq olur, ana, valideynləri istəyən olur, vətəni sevən olur. Görünəcək ki, yəni ki, müharibədə ki olur, bizə deyən demir. Yəni ki, ailəsindən, uşağından çox vətəndən istəyir, öz şirin canı, yəni vətənə qurban edir. Düzü bizim də danışmaq çətindir, həqiqətən də. Yəni elə bir oğul da, yəni itirmək çox ağırdır, çox çətindir. Zəmanət bir başqa uşaq idi, həqiqətən o, həqiqətən də bir başqa uşaq idi. Allah sən də canını sağ eləsin ki, gəlirsiniz, şəhidləri qiymət verirsiniz, şəhidləri ucaldırsınız. Allah cəmi şəhidlərimizi məkanını ucadan uca eləsin. Allah xəstə qazilərimizə şəfa versin. Allah kömək olsun sizə də. Allah can sağlığı versin. Allah sizə səbir versin, Allah şəhidlərimizə rəhmət eləsin. İndi dediniz ki, bizim o bir oğlumuz da hərbiçidir. Deməli, bu evdə, bu
valideynləri, Güləsən qardaşımız, yəni ailəsində bu övladlarınıza deməli vətənə sevgini, vətənə məhəbbəti siz aşılamısınız ki, yəni iki qardaş, ikisi də oradan da hərbiçi olub. Vətənin həmçə keşiyində durublar. İndi Zəmanət balamız şəhid olub, o biri qardaş indi Şəmkir Yeni Hərbi hissəsində qulluq eləyir. Qardaşının başını həmişə uca edir. Yəni şəhid qardaşı olmaq da bir şərəfli bir missiyadır. İndi ikinci oğlunuz barədə nə deyə bilərsiniz? Onun vətənə qulluğundan. İkinci uşağım da həmçinin. Valla mən iki uşağım ikisi də hərbiçi olurlar. Ora heç bir hərbi sirrin bilmirlər bizə. Yəni Zəmanət özü də var, yəni ki, yoldaşım da deyir aprel döyüşlərində iştirak edib bizə demir. Zəmanət bir səfər şəhid olanda onda yazılmışdı ki, bu müharibə hissəsi olub, aprel döyüşündə iştirak edib. Biz bilmirdik. Yəni ikinci şəhid olanda biz o bilmişik. Həmişə də deyirdik ki, yaxşıdır, yəni heç vaxt yəni danışmır. Çətinlik də olsa deyir, yəni hərbi sirrin danışmırdı. Nə dəyanət danışmır, nə də Zəmanət danışmırdı. Özlərinin yəni vətənə sevgisi çox idi, həqiqətən. Zəmanət nə bilim çox çətindir, çox. Allah şəhidlərimizə rəhmət eləsin, Allah sizə də səbr versin. Şəhidimiz Zəmanət balamızın qızı Səma buradadır. Səma şeir demək istəyir. Səma bala bir şeir deyir. Şimdi darıxmıram, darıxıram atamsın, vətəşim canımdan keçi ağ qəhrəman adamsın. Çox sağ ol. Sən qəhrəman şəhidimizin oğlusan. Əbləsən, adı ilə yaşasın. Sən nə deyərsən? Sən qəhrəman oğlusan. Vətən uğrunda döyüşüb, vuruşubdur. Ən qabaqda hər bir şəhid qazi kimi dastan yazıb Qarabağda. Ölməyib ki, şəhid olur, o bizi görür bilirəm. Mənim atam qəhrəmandır, mən onunla fəxr edirəm. Allah rəhmət eləsin şəhidlərimizi. Güləsən qardaş, dövlətimizin bilirsiniz ki, şəhid ailələrinə, qazilərə, veteranlara qayğısı böyükdür. Siz bu barədə nə deyə bilərsiniz? Mən o demək istəyirəm ki, Allah dövlətimizi, xalqımızı qorusun. Allah biz o müharibəni bizim xalqa, millətə qismət eləməsin. Allah Ali Başkandan da qorusun. Biz demək olar ki, bizim Salar rayonunun başçısı Rüstəm müəllim, yəni dəfələrlə müraciətlə deyir, soruşurlar problem nədir? Hər şey öz qaydasındadır. Yəni maraqlanırlar hər vaxt, yəni problemlərlə. Maraqlanırlar, soruşurlar. Sağ olsunlar, rəyonun rəhbərliyi, hamısı. Sağ olsunlar. Siz də çox sağ olun. Kendindən rəhbəri var, burada Qorxmaz müəllim, bəli. Bu da həmçinin, bu da bəzi soruşurlar, maraqlanırlar. Yəni, sağ olsunlar. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bir də Allah bizim xalqımıza müharibə Amin, amin. Bəli, bizim xalq unudulmaz xalqdır. Yəni, illərlə, bu 30 illik həsrətdən sonra şəhidlər də verdi, torpaqlarımız azad oldu. İndi bilirsiniz, sakit idi, yəni müharibə yoxdur, müharibə əhval-ruhiyyəsi yoxdur. Bununla da biz Ali Baş Komandanımıza minnətdarıq. Şəhid ailələrə də Allahdan səbr diləyirik, səbr arzuluyuruq. Allah şəhidlərimizə rəhmət eləsin. 102 Xəbər Info və Inform Xəbər TV'nin baş direktoru Azər Xudayaroğlu, informatorları İlahə Salih qızı, Elxan Hüseynoğlu, Salyan rayonu, Sarvan kəndi.